Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi özünə məşğulluq layihəsi çərçivəsində Agrobet şirkəti ilə nəhəng müqavilə bağlayıb. Xəbər verilir ki, müqavilədə kənd təsərrüfatı heyvanlarının və digər malların alınması və özünə məşğulluq layihəsi çərçivəsində təchizat işlərinin satın alınması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri isə 66 milyon 150 min manat müəyyənləşib. Amma agentlik əvvəlki ildə keçən ildəki malqaranı sifariş edib. 1. 3 yaşa qədər diri çəkisi minimum 265 kq olan 14.400 inək. 2. 2-4 yaş arası çəkisi minimum 45 kq olan 40.000 qoyun. 3. 2-4 yaş arası çəkisi minimum 55 kq olan 2000 qoç. 4. 2-4 yaş arası çəkisi minimum 35 kq olan 10.000 keçi. 5. 2-4 yaş arası çəkisi minimum 35 kq olan 1000 təkə. 6. Minimum 15.000 sayda işçi arıdan ibarət olan 14.000 arı ailəsi ana arı ən azı 1 yaşında olmalıdır. 7. Qarışıq yem 800 kq, 5840 kq. Arıç geyimi Qurşaqdan yuxarı papaqla birlikdə qalın bez material 700 dəst. 9. Bal süzən aparat, alüminium və nerjavika qarışığı 4 bərli 40 litr, 700 ədəd. Məlumat üçün xatırlar ki, agentlik özünə məşğulluq layihəsi çərçivəsində malqaranı idxal inək, idxal qoyun, idxal qoç, keçi, təkə, arı ailəsi və digər mallar adətən Agrobet şirkətindən alınır.